Hər vaxtınız xeyir əziz izləyicilər, qısa başlığı ilə yenidən qarşınızdayım. Təsəvvür edirsiniz nə olub? Deməli, hərbi xidmətə yararsız bir gənci götürüb yararlı kimi yollayıblar əskərliyə. Onu da orada halı pisləşib. Hadisə harda baş versə yaxşıdır? Ağdaşda. Qafqaz İnfonun əldə etdiyi məlumata görə rayon mərkəzi xəstəxanasının şüa diaqnostikası üzrə 2 həkimi 2006-cı il təvəllüdlü bir gənc çağırışını öd kisəsinin polipozu diaqnozlu xəstəliyinə məhəl qoymadan onun hərbi xidmətə yararlı olmasına qərar veriblər. Həmin gənc də Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb. Lakin hərbi xidmətə gedən gəncin bir müddət sonra kəskin ağrıları başlayıb və o hospitala yerləşdirilib. Burada da bir aya yaxın müalicə olunub. Bu ilin yanvarında isə 19 yaşlı gənc sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə silahlı qüvvələrin sıralarından tərxis olunub. Bundan sonra gəncin hərbi xidmətə yararlı olmasına qərar verən həkimlərə cinayət işinin açılmasına və onların 314.1-ci maddəsi ilə cəzalandırılmasına qərar verilib. Ağdaşda sənədləşdirilərək əskəriliyə göndərilməsinə səbəb olan 2 həkim məsuliyyətə cəlb edilib və onların hər biri məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə 2000 manat, cəmi 2000 manat cərimə cəzasına məhkum edilib. Hələ bu həkimlər canlarını inan ki, yaxşı qutarıblar bu 2000 manatla. Birdən bu uşağa nəsə olardı, onda necə? 2000 manatla bundan yaxa qurtarmaq olardı mı? Sadəcə dəhşətdir. Allah heç kimin qarşısına belə həkim çıxarmasın. Hadisə barədə fikirlərinizi əziz izləyicilər şərhlərdə qeyd edə bilərsiniz. Videonun daha çox insana çatması üçün bəyəni paylaşmanızı sizdən xahiş edirəm. Bu arada səhifəmə abunə olmağı da unutmayın. Ən əsası isə özünüzü belə həkimlərdən qoruyun.